Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzu izahımız vektorlar və koordinatlar metodu mövzusundan olacaq. Nədir vektor? Demək, ədədi qiymətindən başqa, həm də istiqaməti ilə xarakterizə olunan kəmiyyət vektor adlanır. Məsələn, belə bir xətt çəkirik. İstiqamətini qeyd edirik, başlanğıc nöqtəsi və sağa doğru istiqamətlənib. Baxın uşaqlar, bu A vektorudur. Çünki niyə? Bunun müəyyən ölçüdə uzunluğu var və eyni qaydada bunun istiqaməti var. Yəni sağa istiqamətlənib. A vektoru balaca A hərfi və üzərində bir oxla işarə olunur. Yəni bu o deməkdir ki, A vektoru adlandırmışıq biz bunu. Amma mən oxu, yəni vektoru digər bir adla işarə eləyə bilərəm. Məsələn, başlanğıcı, sonu, başladığı yerə bir A nöqtəsi qoyuram, sonuna bir B nöqtəsi qoyuram. Adlandırarkən isə AB vektoru olaraq adlandırıram. AB vektorunun üzərində oxu qoyulması mütləqdir. Niyə mütləqdir? Çünki əgər mən burada ox qoymasam, o zaman bu AB parçası olar və mən bunun istiqamətini müəyyənləşdirə bilmərəm. Yəni bilmərəm ki, sağadır, soladır. Vektor yəni bir vektordan söhbət gedirsə, o zaman mütləq şəkildə onun üzərində istiqamət işarəsi olmalıdır. Bu istiqamət onu göstərir ki, bu vektor BA kimi oxuna bilməz. Yəni A nöqtəsi bunun başlanğıcıdır, B nöqtəsi isə mütləq şəkildə sonudur. Yəni sən durub ox olan yerə A, başladığı yerə B-ni qoya bilməzsən. Artıq bunlar fərqli vektorlar olacaq. Növbəti bir anlayış vektorun koordinatları. Vektorun koordinatlarını müəyyən etmək üçün koordinat oxundan istifadə eləyəcəyik. Deməli, koordinat oxunda əgər bir vektor koordinat başlanğıcından başlayarsa, məsələn, belə bir vektor çəkmişəm, bu olsun A vektoru. Koordinat başlanğıcından başlayırsa, son uc nöqtəsinin koordinatlarına baxıram. X, burada da bizim Y-imiz yerləşir. Baxın, X və Y. Deməli, A vektorunun koordinatları işarə olunacaq X, Y ilə. Əgər koordinat başlanğıcından başlayırsa, bu vektorun uc nöqtəsinin koordinatları vektorun koordinatları olacaq. Amma vektor koordinat başlanğıcından başlamırsa, o zaman nə edəcəyik? Məsələn, koordinat oxu üzərində hər hansı belə bir vektor çəkmişəm. Başlanğıcını A, sonunu isə, uc nöqtəsini isə B olaraq işarətləyirəm. Deməli, bu olur bizim AB vektorumuz. AB vektorunun koordinatlarını necə müəyyən eləyəcəm? Mütləqdir ki, diqqətlə qulaq asasınız. Baxın, A nöqtəsinin koordinatını qeyd eləyirəm. Bu olsun bizim X birimiz, bu da olsun bizim Y birimiz. Daha sonra isə uc nöqtəsinin koordinatını B-ni qeyd eləyirəm. Bu bizim X2-miz. Bu isə bizim Y2-miz. Həm başlanğıc nöqtənin, həm də son nöqtənin koordinatlarını qeyd etdimsə, o zaman AB vektorunun koordinatını müəyyən edərkən diqqət edirəm ki, son nöqtənin koordinatlarından başlanğıc nöqtənin koordinatlarını çıxacağıq. X2-dən X1-i çıxacağıq. X2 çıxılsın X1. Y2-dən də Y1-i çıxacağıq. Y2 çıxılsın Y1. Baxın, bu yazılış olacaq AB vektorunun koordinatları. Deməli, məsələn, nümunə olaraq bir şey göstərim. A nöqtəsinin koordinatı olsun 1, 4. A nöqtəsinin 1, 4. B nöqtəsinin koordinatı olsun 5, 2. Mənə deyir ki, AB vektorunun koordinatlarını tapın, bir də BA vektorunun koordinatlarını tapın. AB vektorunun koordinatını tapmaq üçün uşaqlar nəyə diqqət edirik? Hansı istiqamətdə gəlib? A bizim başlanğıcımızdır, B isə bizim sonumuzdur. Koordinatları taparkən son nöqtənin koordinatlarından başlanğıc nöqtənin koordinatlarını çıxacağıq. Yəni, düsturumuzdadır X2-dən X1-i çıxırıq. Yəni, baxın, B-nin koordinatları nədirsə, B-nin koordinatlarından A-nın koordinatlarını çıxırıq. Burada da 5-dən çıxıram 1-i, 2-dən də çıxıram 4-ü. Deməli, koordinatlarımız olacaq. 5-dən 1-i çıxıram 4, 2-dən 4-ü çıxıram -2. Deməli, AB vektorunun koordinatları 4, -2 oldu. Bəs BA vektorunun koordinatları necə? BA vektorunun koordinatlarında fikir versən, B başlanğıc, A isə son nöqtədir. Qaydamız necə idi? Sonla başlanğıca çıxırıq. Son 1, başlanğıc 5, son 4, başlanğıc 2 çıxıram, 1-dən 5-i çıxıram, -4, 4-dən 2-ni çıxıram, 2. Uşaqlar, burada nəyə diqqət eləyirik? Bax, fikir versəz görərsiniz ki, AB vektorunun koordinatları 4, -2, BA vektorunun koordinatları -4, 2-dir. AB vektoru ilə BA vektoru
əks vektorlardır. Artıq burada biz əks vektorlar anlayışında müəyyən eləyə bilirik. Deməli, əks vektorlar necə adlandı? Əks vektorlar. Əks vektorlar uşaqlar uzunluqları eyni olur. Uzunluqları eyni, istiqamətləri isə əks olur. Uzunluqları eyni, istiqamətləri isə əks olur. Və burada koordinatlara da diqqət eləsəz, biri digərinin əksi olur. Məsələn, 4, -2 nöqtəsinin koordinatı məlumdursa, BA-nın koordinatlarını heç buranı yazmadan da -4, -2 olduğunu təxmin eləyə bilərdik. Koordinatlara uyğun koordinatların əkslərini götürsək, elə həmin vektorun əksinin koordinatlarını tapmış oluruq. Daha sonra əks vektorlardan sonra digər bir anlayış bərabər vektorlar anlayışıdır. Nə deməkdir bərabər vektorlar? Bərabər vektorların uzunluqları da eyni olur. Baxın, fikir verin, əksdə uzunluqları eyni, istiqamətləri əks olur. Bərabərdə uzunluqları eyni, istiqamətləri də eyni olur. Bura diqqət eləsək, uzunluqları eyni, istiqamətləri əks, bərabər vektorlarda uzunluqları da eyni, istiqamətləri də eyni olacaq. Bu belə. Daha sonra vektorlarda növbəti anlayış nədir? Vektorun modulu. Yəni, vektorun başqa adla deyə bilərik uzunluğu və yaxud mütləq qiyməti. Uşaqlar, nə deməkdir bu? Bunu ən gözəl şəkildə koordinat müstəvisinin üzərində yenə də izah eləyə bilərik. Deməli, koordinat oxlarımızı çəkirik. Burada koordinat başlanğıcından başlayan bir vektorumuzu qeyd eləyirik. Bu vektorun uc nöqtələrinin koordinatlarını burada qeyd eləyirik. Bu bizim olur x-ımız, bu isə bizim olur, deməli buradan qeyd eləməkdir. Bu bizim x-ımız, bu isə olur bizim y-imiz. Bu da bizim olsun A vektorumuz. Uşaqlar, A vektorunun uzunluğunu necə tapa bilərik? A vektorunun uzunluğunu tapmaq üçün fikir versəz, burada bir dənə düzbucaqlı üçbucaq yaranır. Bu düzbucaqlı üçbucağın buradan bura qədər olan məsafəsi, yəni baxın, buradan bura qədər olan məsafəsi x-dır. Buradan bura qədər olan məsafəsi isə y-dir. Düzbucaqlı üçbucaqda A hipotenuz rolunu oynadığına görə A-nın kvadratı bərabər olacaq x-in kvadratı üstə gəlinsin y-in kvadratına. O zaman mən A vektorunun uzunluğunu tapmaq istəyirəmsə, baxın fikir verin, A vektorunun uzunluğu tapılır harda? Modulun içərisində. Bu A vektorudur. Üstündən işarəsini unutmuruq. Uzunluğu, A vektorunun uzunluğunu tapacağıq biz kök altında x kvadrat üstə gəlinsin y kvadrat düsturundan. Məsələlərdə tez-tez istifadə edəcəyimiz vacib düsturlardan biri A vektorunun uzunluğu kök altında x kvadrat plus y kvadrat. Nümunə olaraq göstərək, məsəl üçün, bizə bir A vektoru verilib, koordinatları -3, 4-dür. Vektorun uzunluğu, baxın, birinci soruşula bilər uzunluq. İkinci soruşula bilər modul. Üçüncü soruşula bilər mütləq qiymət. Baxın, bunlar hamısı eyni anlayışdır. Eyni anlayış. Yəni, hər biri eyni düsturla hesablanacaq. Mən tapıram modulda A-nı, A vektorunun modulunu, uzunluğunu, mütləq qiymətini, kök altında koordinatların kvadratları cəmi. -3-ün kvadratı plus 4-ün kvadratı. Bu da eləyəcək 9 plus 16, 25, ondan da kökdən çölə çıxır 5. Deməli, A vektorunun koordinatları olacaq, A vektorunun uzunluğu olacaq 5 şəklində. Biz A vektorunun uzunluğunun düsturunu yazdıqdan sonra, baxın, bu A vektoru hardadır? Başlanğıcı koordinat başlanğıcındadır da, 0, 0 nöqtəsindədir. 0, 0 nöqtəsində olduğuna görə A vektorunun koordinatları olur x, y şəklində. A vektorunun koordinatları x, y şəklində kök altında kvadratlarının cəmini tapıram. Bir də var ki, vektor koordinat başlanğıcında yerləşməsin. Məsəl üçün, bizə belə bir vektor verilib, AB vektoru.
AB vektoru. AB vektorunun uzunluğu tələb olunur bizdən. Uşaqlar, AB vektorunun uzunluğunu tapmaqdan ötürü bizə lazımdır A nöqtəsinin koordinatları. A nöqtəsinin koordinatları olsun x1, y1. Bizə lazımdır B nöqtəsinin koordinatları. B nöqtəsinin koordinatları olsun x2, y2. Baxın, AB vektorunun uzunluğunu tapmaq üçün biz normalda, diqqət eləsəz, A vektorunun koordinatları x, y olanda neyinirdik? Baxın, A vektorunun uzunluğunu tapanda kök altında x-in kvadratı üstəgəl y-in kvadratı. O zaman mən bu vektorlardan istifadə eləsəm, AB vektorunun koordinatlarını tapsam, x2 çıxılsın x1, y2 çıxılsın y1. Deməli, AB vektorunun koordinatları biri bu, digəri də budursa, elə bilin ki, bu bizdə dayanır x-in yerində, bu isə bizdə dayanır y-in yerində və bundan da istifadə eləyirəm. İndi bu vektorun uzunluğunu tapmaq istəyirəmsə, kökün altında birinci koordinatımız x2 çıxılsın x1, bunun kvadratı plus ikinci koordinatımız y2 çıxılsın y1, bunun kvadratı olacaq. Bu da bizim məsələlərdə istifadə edəcəyimiz digər vacib düsturlardan biri. Oldu belə. Yəni buna aid bir nümunə suala baxaq. Məsələn, bizə belə bir ifadə verib, daha doğrusu koordinatlar verib. A vektorunun koordinatları 1, 12 və daha doğrusu A nöqtəsinin koordinatları, B nöqtəsinin koordinatları 9, 6-dır. Bizə deyir ki, AB vektorunun uzunluğunu tap. Yəni bu şəkildə də göstərilə bilər. Sadəcə deyə bilər ki, bu bərabərdir sual və yaxud da deyə bilər ki, AB vektorunun uzunluğunu tapın. AB vektorunun uzunluğunu tapmaq üçün nə edirəm? Baxın, AB vektorunun uzunluğu bərabərdir kökün altında x2 çıxılsın x1. 9-dan 1-i çıxıram. 9 çıxılsın 1-in kvadratı plus y2 çıxılsın y1. 6 çıxılsın 12-nin kvadratı. Bərabərdir. Kökün altında 8 kvadrat 64. 6 çıx 12 mənfi 6 kvadratı 36. 64 ilə də 36-nın cəmi 100. Kök altında 100-dən də kökdən çölə çıxır 10. Bu şəkildə oldu belə. Növbəti bizim bir anlayışımız var. Vahid vektor. Vahid vektor. Vahid vektor anlayışı nədir? Deməli, uzunluğu 1-ə bərabər olan vektora vahid vektor deyəcəyik. A vektorunun vahid vektor olması üçün A vektorunun uzunluğu 1-ə bərabər olmalıdır. Məsələn, nümunə olaraq bir vektor göstərim. Məsələn, A vektoru verilib, koordinatları -1, 0-dır. Biz bunu adlandıracağıq vahid vektor. Niyə? Çünki uzunluğu, A vektorunun uzunluğu bərabərdir kök altında uyğun koordinatların kvadratları. -1-in kvadratı plus 0-ın kvadratı. Bu da bizə 1 verdiyinə görə, deməli uzunluğu 1-ə bərabər olduğuna görə bu vektor adlanacaq vahid vektor. Məsələn, digər bir başqa A vektoru verilib. Məsəl üçün, biri olsun koordinatı 5-də 3, digər koordinat 5-də 4-dür. Mən də bunun vahid vektor olduğunu göstərmək üçün bərabərdir. Kökün altında kvadratların cəmləyirəm. 5-də 3-ün kvadratı 25-də 9, 5-də 4-ün kvadratı 25-də 16. 25-də 9 ilə 25-də 16-nın cəmi 25-də 25, o da bizə verəcək 1. Göründüyü kimi bu vektor da bizim üçün vahid vektor adlanacaq. Növbəti hissə nə gəlir? Vektorlar üzərində əməllər. Üzərində əməllər. Deməli, uşaqlar, vektorlar üzərində hansı əməllər var? Birincisi, vektorların toplanması və çıxılması. Vektorların toplanması və çıxılmasının iki üsulu var. Cəbri üsul və həndəsi üsul. Cəbri üsulda vektorları toplayıb və çıxarkən nə edirik? Bizə A vektoru verilib, uyğun koordinatları x1, y1-dir. Üzərinə gəlirəm, hər hansısa bir başqa B vektoru və yaxud da çıxıram. Çıxma da ola bilər, toplama da ola bilər. Koordinatları olsun x2, y2. Bu vektorları toplayıramsa, o zaman hər hansı bir C vektorunu alıramsa, uyğun koordinatları toplayacağım. x1 ilə x2-ni toplayacağım. Ola da bilər ki, çıxım. İndi arada toplama varsa toplayıram, çıxma varsa çıxıram. Daha sonra digər koordinatımız isə olacaq y1 ilə y2-nin cəmi.
Yəni, iki vektoru koordinatları verildiyi halda toplayıram və ya çıxıramsa, onların uyğun koordinatlarını toplayıb çıxacam. Məsəl üçün, bizə vektor verilib, A vektorunun koordinatları olsun 5, 1 və B vektorunun koordinatları verilib 3, 0. Mənə nə deyir? Mənə deyir ki, A vektoru plus B vektorunu tap və yaxud da sual verir ki, A vektoru çıxılsın B vektorunu tap. A vektoru ilə B vektorunu cəmləyirəm. Necə cəmləyəcəm? Uyğun koordinatları toplayacam. 5 ilə 3-ü toplayacam. 5 plus 3. 1 ilə də 0-ı toplayacam. 1 plus 0. 5 plus 3, 8. 1 plus 0, 1. Çıxanda da eyni şəkildə A vektoru çıxılsın B vektoru bərabərdir. Uyğun koordinatlar 5-dən çıxacam 3-ü və 1-dən çıxacam 0-ı. 5-dən 3-ü çıxıram 2, 1-dən 0-ı çıxıram 1. 2, 1 şəklində. Bu toplanması, bu isə çıxılması. Bu oldu cəbri üsul, yəni koordinatlar şəklində verilmiş forma. Bir də var ki, həndəsi üsul. Bəs həndəsi üsul nədir? Həndəsi üsulda birincisi üçbucaq qaydası var. Daha sonra çoxbucaqlı qaydası var. Üçbucaq qaydasında, məsələn, vektorun özü verilib, başlanğıcı buradır, sonu buradır. Bu olsun bizim üçün A vektoru. Birinci vektorun sonundan digər vektorun başlanğıcı başlayır. Məsələn, belə bir şəkildə. Bunun sonudur, digər vektorun başlanğıcıdır. Gəldi burada sonunda. Bu da olsun B vektoru. Baxın uşaqlar, A vektoru ilə B vektorunun cəmini tapmaqdan ötürü A-dan, yəni A-nın başlanğıcından B-nin sonunu birləşdirəcək şəkildə bir ox çəkirəm. Bu vektor olsun C vektoru. Baxın, C vektoru artıq A vektoru ilə B vektorunun cəmini ifadə eləyən bir vektor olur. Bu, vektorların toplanmasının üçbucaq qaydasıdır. Çoxbucaqlı qaydası ola bilər. Məsələn, bir vektor çəkmişəm bu şəkildə. Bunun sonundan digərinin başlanğıcı başlayır, belə bir vektorumuz var. Bunun sonundan digərinin başlanğıcı başlayır, yenə belə bir vektorumuz. Və nəhayət gəldi, yenə bunun sonundan digərinin başlanğıcı vektorumuz. Baxın, birinci çəkilən vektorun başlanğıcı ilə ən sonuncu çəkilən vektorun sonunu birləşdirdiyim zaman alınan vektor buradakı bütün vektorların cəmidir. A vektoru olsun, B vektoru olsun, C vektoru olsun, bu da D vektoru olsun. Bu bütün vektorlar, məsələn, bir dənə də bu vektor olsun, M vektoru. Baxın, M vektoru, A vektoru, plus B vektoru, plus C vektoru, plus D vektoru şəklində hesablanacaq. Bu çoxbucaqlı qaydası. Bir də var ki, vektorların toplanmasının paraleloqram qaydası. Paraleloqram qaydası necədir? Baxın, diqqət eləsəz burada bir vektorun başlanğıcı və sonu. Digər vektor bu vektorun sonundan başlayır. Bu şəkildə başladı. Amma ola da bilər ki, vektorların başlanğıcları eyni nöqtədən olsun. Məsələn, bir nöqtə çəkirəm, vektorun biri bu şəkildə gedir. Bunun elə başlanğıcından da başqa bir vektor çıxır, bu şəkildə gəlir. Mən bu iki vektoru toplamaq istəyirəm. Bu zaman nə edəcəm? Baxın, bu zaman bunu sanki paraleloqrama tamamlayırammış kimi tamamlayıram və bu olsun A vektoru, bu olsun B vektoru. Düşünün, elə bilin ki, bu A vektorudur. Bu B vektorunu köçürtmüşəm bura. O zaman bu vektorla bu vektorun cəmi bu başlanğıcdan başlayıram bu sona qədər. O zaman bu da olacaq bizim A vektorumuzla B vektorumuzun cəmi. A vektoru plus B vektoru. Paraleloqram qaydası budur. Paraleloqrama tamamlayıb vektorların cəmini tapmaq olar. Bu demək deyil ki, vektorlar eyni nöqtədən başlamalıdırlar mütləq. Məsələn, başqa belə bir vektor verib bizə. Bir dənə də başqa bir yerdə belə bir vektor verib bizə. Belə bir vektor. Mən bunları toplamaq istəyirəmsə, bu vektoru buradan götürüb kopyalayıram, gətirirəm, yapışdırıram bunun ucuna. Daha sonra isə paraleloqram qaydasını tətbiq edirəm. Bunu tamamlayıram paraleloqrama. Bu A vektorudur yenə. Məsəl üçün bu B vektorudur. Mən bunu cəmləmək istəyirəmsə, baxın yenə də bu vektor olur A vektoru ilə B vektorunun cəmi. Bu da vektorların toplanmasının paraleloqram qaydası. Daha sonra vektorlar üzərində növbəti bir əməliyyat vektorun ədədə vurulması. Vektorun ədədə vurulması nə deməkdir? Hər hansı bir K ədədini mən
A vektoruna vururamsa, A vektorunun da koordinatları olsun x, y. Bu zaman həmin o qaidədini A vektorunun bütün koordinatlarına vururam. Vurandan sonra alınır hər hansısa bir B vektoru. K'nı həm x-a vururam kx, həm də K'nı y-a vururam. Bu da olur bizim üçün ky. Bu vektorun ədədə vurulması oldu. Nümunə göstərim. Məsələn, hər hansı bir A vektoru verilib bizə. Koordinatları 1, 3. Mənə deyir ki, 4A vektorunu tap. 4A vektoru. 4 vurulsun A vektoru. Nə edirəm? Baxın, bu 4 ədədini A vektorunun bütün koordinatlarına vururam. Elə bilin ki, 4'ü vururam. Bu 1, 3 koordinatlarına. 4'ü 1'ə vururam. 4. 4'ü 3'ə vururam 12. Deməli 4A vektorunun koordinatları 4, 12 şəklində hesablanacaq. Bu da oldu belə vektorun ədədə vurulması. Daha sonra vektorlar üzərində buraxılışa da dəfələrlə düşmüş sual tipi vektorların skalyar hasili. Skalyar hasil. Skalyar hasil. Nədir skalyar hasil? Bizə A vektoru verilib. Koordinatlarımız x1, y1. Bizə B vektoru verilib. Koordinatımız x2, y2. Deyir, vektorların skalyar hasilini tapın. Skalyar hasil deyəndə A vektorunun B vektoruna hasili. İki vektorun bir-birinə hasili. Məsələn, bir var vektorun ədədlə hasili. Yəni, bu ədədi götürürük vektora vururuq. Məsələn, 4'ü A vektoruna vururam. O zaman 4'ü götürüb bütün koordinatlara vuracam. Bir də var ki, iki vektorun hasili. Skalyar hasil necə tapılır? A vektoru vurulsun B vektoru bərabərdir x1, x2 plus y1, y2 şəklində. Baxın, bu olur vektorların skalyar hasili. Ən məşhur sual tiplərindən biri. A vektoru verilib bizə koordinatı 2, -1 və B vektoru verilib bizə koordinatı 4, 3. Deyir ki, A və B vektorlarının skalyar hasilini tapın. Yazıram A vektoru vurulsun B vektoru bərabərdir. 2 vurulsun. Baxın, bunun ikisi bunun 4'üne vurulacaq. Daha sonra isə bunun -1'i digərinin də 3'üne vurulacaq və toplanılacaq. Baxın, düsturda necə gedirik? x1'i x2'yə vururam. Üzərinə də gəlirəm. y1'i y2'yə vururam. 2'ni vururam 4'ə. Bunu da üzərinə gəlirəm. -1'i vururam 3'ə. -1'i vururam 3'ə. Deməli, 2'ni 4'ə vururam 8. Bu mötərizələr arasında ehtiyac yoxdur. 2'ni 4'ə vururam 8. -1'i 3'ə vururam -3. 8 çıx 3 bərabərdir 5. Yəni, A vektorunun B vektoruna hasili 8 çıx 3 bərabərdir 5 kimi hesablanacaq. Bu da oldu belə. Daha sonra iki vektorun skalyar hasili vektorlar arasındakı bucaq verildiyi halda necə hesablanacaq? Deməli, vektor, belə bir vektorumuz var, başlanğıcı, sonu və digər vektorumuz var, yenə başlanğıcı, sonu. Başlanğıcları eyni nöqtəyə gətirdikdən sonra bunlar arasındakı bucağı alfa olaraq götürürəm. Bu olsun bizim A vektorumuz, bu isə olsun bizim B vektorumuz. A vektoru verilib, B vektoru verilib, bir də arasındakı bucaq verilib. Baxın uşaqlar, bu zaman onların skalyar hasili necə tapılacaq? A vektoru vurulsun B vektoru bərabərdir A vektorunun modulu, uzunluğu yəni, vurulsun B vektorunun uzunluğu, o da vurulsun kosinus alfaya. Yəni, bu iki vektor arasındakı bucağın kosinusuna. Deməli, buradan artıq, yəni bu düsturdan bəzi şərtlər çıxır. Birinci şərtimizdə deyirik ki, alfa iti bucaqdırsa əgər, iti bucaq, alfa iti bucaqdırsa, yəni 0 dərəcə ilə 90 dərəcənin arasında yerləşirsə, o zaman deyirik ki, A vektoru ilə B vektorunun skalyar hasili 0'dan böyükdür. Niyə? Çünki alfa iti bucaq olanda kosinus 90 dərəcədən kiçik bir qiymətdə, yəni iti bucaqda müsbət qiymət aldığına görə A vektoru ilə B vektorunun skalyar hasili 0'dan böyükdür. İkinci halda deyirik ki, alfa düz bucaqdır. Düz bucaq. Alfa düz bucaqdır. Alfa düz bucaqdırsa, yəni alfa bərabərdir 90 dərəcə şərti ödənilirsə, bu zaman deyirik ki, A vektoru vurulsun B vektoru, o da bərabər olacaq 0'a. Baxın, bu ikinci dediyim qayda çox önəmlidir. Məsələlərdə istifadə olunur. Niyə? Məsələn,
şərt verilir. Deyir ki, A vektoru ilə B vektoru bir-birinə perpendikulyardır. Perpendikulyardırsa o iki vektor arasındakı bucaq 90 dərəcədir. Perpendikulyardırsa o zaman biz bu düsturdan istifadə edəcəyik. Yəni skaler hasillərini sıfıra bərabər eləyəcəyik. Daha sonra üçüncü bir şərt ola bilər ki, desin alfa kör bucaqdır. Kör bucaq. Alfa kör bucaqsa, o deməkdir ki, alfa 90 dərəcədən böyükdür, 180 dərəcədən kiçikdir. Baxın, bu zaman isə deyəcəyik ki, A vektoru ilə B vektorunun hasili kiçikdir sıfırdan. Çünki kosinus 180 dərəcə ilə 90 dərəcənin arasında mənfi qiymət alır deyə bizim də vektorlarımızın skaler hasili sıfırdan kiçik olacaq. Amma əgər alfa açıq bucaq olarsa, açıq bucaq. Açıq bucaq da nə deməkdir? Yəni məsələn bir vektorumuz bu bir tərəfə istiqamətlənirsə, digər vektorumuz da bu bir istiqamətə, aralarındakı bucaq açıq bucaqdır. Bir-birlərinin əksinə istiqamətlənirlər. O zaman bu vektorlarda alfa bərabərdir 180 dərəcəni qeyd eləyək. O zaman bu vektorların skaler hasili B vektoru bərabər olacaq. Onların uzunluqları hasilinin əksinə. Uzunluqları hasilinin əksinə. Bu da nəyə görə olur? Çünki alfa 180 dərəcə olanda kosinus alfa 180 dərəcədə alır -1. O -1-i də bu hasilə vuranda A vektoru ilə B vektorunun skaler hasili bu şəkildə hesablanacaq. Uşaqlar, artıq biz bu düsturdan iki vektor arasındakı bucağın qiymətini hesablaya bilərik. İki vektor arasındakı bucağın qiyməti, yəni kosinus alfası, kosinus alfa bərabərdir. A vektoru vurulsun B vektoru bölünsün A vektorunun uzunluğu vurulsun B vektorunun uzunluğu şəklində olacaq. Diqqət eləsəz, baxın burada kosinus alfanı tapmaq üçün mən skaler hasili uzunluqların hasilinə bölürəm. Və bu düsturu biz koordinatlar şəklində veriləndə necə yazırıq? Kosinus alfa bərabərdir. A vektoru ilə B vektorunun skaler hasilini demişdik axı, x1, x2 plus y1, y2 şəklində yazırıq. A vektorunun öz uzunluğu x1-in kvadratı plus y1-in kvadratı olur. Çünki koordinatları x1, y1 qeyd eləyiriksə, B vektorunun da uzunluğu x2-nin kvadratı plus y2-nin kvadratı şəklində olacaq. Bu da olur iki vektor arasındakı bucağın tapılması. Məsələn, nümunə bir sual göstərək. Bir nümunəyə baxaq. Bizə verilib, məsələn, A vektoru. A vektorunun koordinatları kök3, 0. Bizə verilib B vektoru. B vektorunun koordinatları kök3, 1. Deyir, bu vektorlar arasındakı bucağı tapın. Yazıram kosinus alfa bərabərdir. Düsturumu tətbiq eləyirəm. Düsturum gözümün qabağında x1, x2. Kök3-ü vururam kök3-ə. Kök3 vurulsun kök3. Plus 0-ı vururam 1-ə. Məxrəcdə kökün altında kvadratları, birinci vektorun kvadratlarının cəmi, koordinatlarının kvadratlarının cəmi. Kök3-ün kvadratı plus 0-ın kvadratı. O da vurulsun. İkinci vektorun koordinatlarının kvadratlarının cəmi. Kök3-ün kvadratı üstə gəlinsin 1-in kvadratı. Hesablayıram. Kök3-ü kök3-ə vuranda 3. 3-ün üzərinə 0 gəlirəm. Yenə bizə verir 3-ü. Kök3-ün kvadratı bizə verəcək adi 3-ü. Üstünə 0 gələndə də elə yenə adi 3. Bütöv kökün altındadır deyə yazıram kök altında 3 vurulsun. Kök3-ün kvadratı adi 3. Üzərinə 1 gəlirəm 4. Kök altında 4 bizə verir 2-ni. 3 kök 3. 3 ilə kök 3 ixtisar gedir. Qalır surətdə kök 3, məxrəcdə 2. Oldu 2-də kök 3. 2-də kök 3. Bizə nə lazım idi? Bu iki vektor arasındakı bucağın qiyməti lazım idi. Kosinus alfa 2-də kök 3-ə bərabərdirsə, artıq mən burada düşünməliyəm ki, kosinus alfa 2-də kök 3-ə nə vaxt bərabər olur? Alfanın neçə dərəcəli qiymətində? Alfa 30 dərəcə olanda bu qiyməti aldığına görə, deməli bu iki vektor arasındakı bucaq 30 dərəcə olacaq. Oldu belə. Mövzumuzda növbəti anlayış haqqında danışaq. Paralel vektorlar və perpendikulyar vektorlar. Uşaqlar, əgər iki vektor paraleldirsə, məsələn bizə A vektoru verilib, koordinatları x1, y1,
və hər hansı bir B vektoru verilib, koordinatları x2, y2. Bu vektorlar bir-birinə paraleldirlərsə, o zaman onların uyğun koordinatlarının nisbətləri bir-birinə bərabər olacaq. x1-in x2 olan nisbəti y1-in y2 olan nisbətinə bərabər olacaq. Bu da hər hansısa bir qaydəyə bərabər olacaq. Və bu zaman artıq bizdə belə bir şərt olacaq. Əgər k böyükdür 0-dan isə, bu zaman bu vektorlar olacaq eyni istiqamətli. Əgər k kiçikdir 0-dan isə, o zaman deyəcəyik ki, bu vektorlar əks istiqamətli olacaq. Belə. Paralel vektorlar haqqında bu, yenə də deyirəm, misallarda, qaydalarda tez-tez qabağınıza çıxacaq. Baxın, bu düstur. Paralellik şərtidir bu. Vektorların paralellik şərti. Uyğun koordinatlarının nisbətləri bərabər olmalıdır. Daha sonra perpendikulyar vektorlar. Əslində perpendikulyarlıq şərti haqqında yuxarıda danışmışdıq. Hansı ki, aradakı bucağı tapanda, fikir verin, dedim burada lazım olacaq. Düz bucaqdırsa A vektoru ilə B vektorunun hasili 0-a bərabər olacaq. İndi yenə də qeyd edirəm ki, perpendikulyardırsa əgər iki vektor, məsələn bir vektorumuz verilib A, koordinatları x1, y1 və digər B vektorumuz verilib bizə, koordinatları x2, y2. Əgər bu vektorlar perpendikulyardır deyirsə, yəni şərtdə A vektoru perpendikulyardır, yəni şərtdə bu ifadəni gördünüzsə, o saat ağlınıza gəlsin ki, A vektoru ilə B vektorunun skalyar hasili 0-dır. Baxın, bu mütləqdir. Skalyar hasilin də düsturu belə idi də, x1, x2 plus y1, y2. Bu da bərabər olur 0-a. Deməli, 0-a bərabər eləyib həll eləyəcəm. Məsələn, bizə nümunə olaraq belə bir sual verilib. A vektorunun koordinatı verilib -2, 1. Məsələn, B vektorunun koordinatı verilib 3, m. Deyir ki, A vektoru perpendikulyardır B vektoru olarsa, deyir ki, m-i tapın. Misalıma baxıram, nə var? Perpendikulyar. Perpendikulyarlıq şərti nədir? Skalyar hasilin 0-a bərabər olması. O zaman nə edəcəm? A vektoru ilə B vektorunun skalyar hasilini 0-a bərabər eləyəcəm. Skalyar hasili də uyğun koordinatları hasilinin cəmi. -2 vur 3 plus 1 vur m. Bunu bərabər eləyirəm 0-a. -2-ni 3-ə vuranda -6, sağa keçir -6, yəni m bərabər olur 6-ya. Deməli, m-in 6 qiymətində bu vektorlar bir-birlərinə perpendikulyar oldu. Bu da oldu belə. Daha sonra növbəti vektorlarda belə bir anlayış var. Vektorların kollinearlıq şərti. Kollinear vektorlar. Deməli, A vektorunun koordinatları verilib, məsəl üçün x, y. A vektoruna kollinear vektor olub, onunla eyni istiqamətdə yönələn vahid vektorun koordinatları necə tapılır uşaqlar? A0 qeyd eləyək həmin şərti ödəyən vektoru. A0 bərabərdir müsbət mənfi A vektoru bölünsün modulda A vektoru kimi tapılacaq. Bunu koordinat şəklində necə tapacağıq bəs? Müsbət mənfi x bölünsün modulda A vektoru olaraq götürəcəyik. Müsbət mənfi y bölünsün modulda A vektoru olaraq götürəcəyik. Deməli, bunu bir nümunədə sizə göstərim, daha yaxşı anlayaq. Belə bir misal verilib bizə. A vektoru 4, 3. Deyir ki, A vektoruna kollinear olub, onunla eyni istiqamətli də ola bilər. Əks istiqamətli. Yəni, əks istiqamətli olana baxaq. Əks istiqamətli vahid vektoru tapın.
Düsturumuzu tətbiq edirik sadəcə. Şərtə diqqət edirik. Bu vektora kollinear olub, onunla əks istiqamətli olan vektor. Eyni istiqamət, baxın burada plus minus niyə yazılıb? Əgər müsbətini götürəcəmsə eyni istiqamətli olacaq, mənfisini götürəcəmsə əks istiqamətli olacaq. Öncəliklə A vektorunun uzunluğunu tapıram. Uzunluq kök altında 4-ün kvadratı üstə gəlinsin 3-ün kvadratı. Bu bizə hesablama nəticəsində verəcək 5-i. Sonra düsturu tətbiq edirəm. A0. Yəni verilən şərti ödəyən vektor. Düstur da tətbiq edəndə koordinatlarını bölürəm uzunluğa. 4-ü bölürəm 5-ə, amma əksini götürürəm. -4 böl 5, 3-ü bölürəm 5-ə, 3 böl 5, amma əksini götürürəm. Əgər burada əks əvəzinə eyni istiqamətli desəydi, eyni yazdığım burada qaydanın müsbət versiyalarını götürəcəkdim. Bu da oldu belə. Daha sonra mövzumuz iki hissədən ibarət idi. Vektorlar və koordinatlar metodu. İndi isə danışacağıq koordinatlar metodu haqqında. Koordinatlar metodu. Koordinatlar metodunda ilk öyrənəcəyimiz anlayış parçanın orta nöqtəsinin koordinatları olacaq. Bizə bir parça verilib, hansı ki ucları A, x1, y1 və B, x2, y2 nöqtəsində olan bir parça verilib. Və məndən bu parçanın orta nöqtəsinin koordinatları soruşulur. Parçanın orta nöqtəsinin koordinatlarını tapmaq üçün birinci koordinat x bərabərdir x1 plus x2 böl 2. İkinci koordinat y bərabərdir y1 plus y2 bölünsün 2 şəklində hesablanacaq. Parça verilib, parçanın orta nöqtəsinin koordinatları. Koordinatları toplayıb yarı bölməklə. Uşaqlar, bu nöqtə, 2 dənə nöqtə verilib də, müstəvi üzərində verilən bir nöqtədir. Parçanın orta nöqtəsinin tapılmasıdır. Bir də var, fəzada verilmiş parçanın orta nöqtəsinin tapılması. Fəzada hər bir koordinat, hər bir vektor deməli 3 koordinatı ilə təyin olunur. Məsələn, bizə verilib A nöqtəsinin koordinatları x1, y1, z1 və B nöqtəsinin koordinatları x2, y2, z2. O zaman mən yenə AB parçasının orta nöqtəsinin koordinatlarını tapmaq istəyirəmsə, x-i taparkən x1 ilə x2-ni toplayıb 2-yə bölürəm. Y-i taparkən yenə də y1 ilə y2-ni toplayıb 2-yə bölürəm. Z-i də taparkən z1 ilə z2-ni toplayıb 2-yə bölürəm. Bu olur parçanın orta nöqtəsinin koordinatları. Növbəti öyrənəcəyimiz bir anlayış. İki nöqtə arasındakı məsafə. Çox vacib düsturdur. Tez-tez istifadə olunur. İki nöqtə arasındakı məsafə. İki nöqtə arasındakı məsafə necə tapılacaq? Nöqtəmizin öncə uc nöqtələrini qeyd eləməliyik. Vektorumuzun daha doğrusu uc nöqtələrini qeyd eləməliyik. A nöqtəsi x1, y1 və B nöqtəsi verilib x2, y2. Mən bu iki nöqtə arasındakı məsafəni tapmaq istəyirəm. Uşaqlar, bunu tam qəşəng anlamağınız üçün koordinat sistemi üzərində göstərim ki, düsturun hardan gəldiyi tam anlaşılsın. A və B nöqtələri, A nöqtəsi burada, B nöqtəsi də burada. Bu A nöqtəsinin koordinatlarıdır. Buraya yazıram A nöqtəsi. Bu x1, bu isə y1. Bu da hər hansı bir B nöqtəsinin koordinatlarıdır. Bu bizim x2'miz. Bu isə bizim y2'miz. Aynən B-nin arasındakı məsafəni tapmaq istəyirəm. Baxın, məsafəmiz bu məsafədir. Bu məsafədən söhbət gedir. Bu məsafəni tapmaq üçün görün mən nə edəcəm. Baxın, bunu bu şəkildə çəkib, burada bir dənə düzbucaqlı üçbucaq yaradıram. Düzbucaqlı üçbucaq yaradıramsa, düzbucaqlı üçbucağımın mənə bu kateti lazımdır. Daha sonra bu kateti lazımdır ki, mən bunlardan istifadə edib AB məsafəsini tapa biləm. Bunları da tapmaqdan ötürü bu məsafəni tapıramsa, bütöv buradan bura qədər olan məsafə x2, buradan bura qədər olan məsafə x1'dir. Deməli, bu məsafə x2 çıxılsın x1'dir. Bu da eyni qayda ilə bütöv məsafə y2, buradan bura qədər məsafə y1. Deməli, bu balaca hissə y2 çıxılsın y1'dir. AB
O zaman məsafəsini tapmaqdan ötürü AB məsafəsinin kvadratı, məsafə deyiləndə həmişə modulla yazmaq lazımdır. Məsafəsinin kvadratı bərabər olacaq. AB axı bizim düsturumuzda dayanır harda? Burada deməli hipotenuzun yerində. Hipotenuzun yerində dayanırsa mən x2 çıxılsın x1-i bir katet olaraq götürürəm. Bunun kvadratı plus y2 çıxılsın y1-i isə digər katet götürürəm. Bunun kvadratı. O zaman iki nöqtə arasındakı məsafə düsturumuz AB modulda bərabərdir. Kökün altında x2 çıxılsın x1-in kvadratı plus y2 çıxılsın y1-in kvadratı olacaq. Daha bir önəmli düsturumuzdan digəri. Fəzada veriləndə, yenə də deyirəm, bir dənə əlavə olaraq bura Z1, Z2 koordinatları əlavə olunsa, düstur heç bir şəkildə dəyişmir. Bu dəfə bir dənə əlavə olaraq burada plus Z2 çıxılsın, Z1-in kvadratı da əlavə olunacaq. Bu olur iki nöqtə arasındakı məsafə. Daha sonra bu bölmədə öyrənəcəyimiz digər bir başlıq. Düz xəttin tənliyi. Düz xəttin tənliyi. Tənliyi. Biz funksiyalar bölməsində əslində bu barədə danışmışıq. Yenə də ətraflı şəkildə danışıb misallar həll eləyəcəyik. Düz xəttin ümumi şəkildə tənliyi AX plus BY plus C bərabərdir 0 şəklindədir. Burada düz xəttin tənliyində mən bunu biraz belə deyək, gözəlləşdirirəm. Nə edirəm? Y-i tapıram. BY-i tapmaqdan ötürü AX-i keçirdirəm sağa, mənfi AX, C-ni də keçirdirəm sağa, minus C. Y-i tapıramsa, burada ikisini də B-yə bölürəm. Mənfi A böl B X çıxılsın C böl B. Daha sonra buradakı mənfi A böl B olan hissəyə bir K deyirəm, KX. Bu mənfi C böl B olan hissəyə də bir B deyirəm, olur müsbət B. Və bizim funksiyalar bölməsində də öyrəndiyimiz məşhur KX plus B düsturunu almış oluram. Burada deməli K bucaq əmsalı adlanır. Bucaq əmsalı. K bucaq əmsalıdır və K-nın qiyməti tangens alfa ilə ölçülür. Nədir tangens alfa? Tangens alfa düz xəttin koordinat müstəvisində x oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın tangensidir. Ona görə biz buna bucaq əmsalı deyirik. Yəni, məsələn, bir dənə koordinat sistemi çəkirəm. Bu koordinat sistemində hər hansı bir düz xəttin şəklini çəkirəm. Bu düz xətt x oxunun müsbət istiqaməti ilə bucaq əmələ gətirir. Baxın, söhbət bu bucaqdan gedir. Müsbət istiqaməti deyəndə üzü bu biri tərəfə gedən istiqamət. Baxın, bu istiqamət. Biz burada buranı da götürə bilərdik. Bu istiqaməti götürürük. Baxın, bu bucağa bir alfa bucağı desəm, bu deməkdir ki, buradakı alfa bucağının tangensi, yəni söhbət bu bucaqdan gedir demək istəyirəm. Buradakı bucağın, alfa bucağının tangensi bizdə K-nı, yəni bucaq əmsalını verir. Bu oldu belə. Məsələn, bir nümunə yazaq buna əsasən. Testi tutalım, bir şəkil verilib, demək. Bu bizim x oxumuz olsun. Bu bizim y oxumuz olsun. X oxumuz, y oxumuz. Belə bir şəkil çəkilib. Burada mənfi 2 qeyd olunub. Burada isə mənfi 3 qeyd olunub. Şəkil eynən bu şəkildə. Bu x oxu, bu da y oxu. Bu da koordinat başlanğıcı 0 nöqtəsi. Eynən bu şəkildədir. Mənə deyir ki, düz xəttin tənliyini yazın. Baxın, düz xəttin tənliyini yazın. Düz xəttin tənliyini yazın cümləsini eşidəndən sonra mən mütləq yazıram y bərabərdir kx plus b. Bunu yazdım. Mənim düz xəttimin tənliyi budur. Daha sonra koordinat müstəvisinə baxıram. Qrafikin şəklinə baxıram. Mənə nə verilib? Mənə verilib 2 dənə nöqtə. Əlimdə olan nöqtənin birinin koordinatı, baxın, mənfi 2, 0-dır. Çünki x oxunun üzərindədir. X oxunun üzərində olan nöqtənin x-i verilir,
y-i 0 olur. Bu isə y oxu üzərindədir. Y oxu üzərində olan nöqtənin y-i verilir, x-i 0-dır. 0, -3. Düsturun belədir də, düz deyil. Öyrəndiyim düstur. Bir düstur var. Götürürəm hər iki nöqtəni bu düsturda yerinə qoyuram. X-in yerinə -2 qoyuram. Baxın, -2k plus b bərabərdir. Y-in yerinə qoyuram 0. Burada da eyni şəkildə x-in yerinə qoyuram 0, k vur 0 plus b, y-in yerinə qoyuram -3. K vur 0 zaten 0, deməli b-ni tapdım -3. Artıq b-ni tapmışam. B -3'dür. B-nin -3 tapdığım qiymətini gətirib burada yerinə qoyuram. -2k minus 3 bərabərdir 0. -2k bərabərdir 3. K bərabərdir 3'ü -2'yə bölürəm. -1,5. Mən misalımda k-nı da tapmışam. B-ni də tapmışam. Deməli düsturum olacaq. Y bərabərdir. -1,5x minus 3 şəklində. Baxın, bu olur məndən tələb olunan sualın cavabı. Şəkil verilmişdi. Deyilmişdi ki, düz xəttin tənliyini yazın. Baxın, tələb olunan düz xəttin tənliyi bu şəkildədir. Daha sonra öyrənəcəyimiz növbəti hissə düz xətlərin qarşılıqlı vəziyyəti. 2 dənə düz xət verilib. Bu düz xətlərin qarşılıqlı vəziyyətini müəyyənləşdirməliyəm. Bir düz xəttin tənliyi olsun. Y bərabərdir k1x plus b1 şəklində. Digər düz xəttimizin tənliyi olsun. Y bərabərdir k2x plus b2 şəklində. Deyir ki, bu düz xətlərin qarşılıqlı vəziyyətini müəyyən edin. Necə müəyyən edirik? Birinci halda deyirik ki, k1 ilə k2 əgər bir-birlərindən fərqlidirsə, o zaman düz xətlər kəsişir. Kəsişirsə, bu deməkdir ki, bunlar arasında müəyyən bucaq qalacaq. Bəs yaxşı, o bucağı necə tapacağıq? Baxın, o bucağı tapırıq tangens alfa ilə. Tangens alfa bərabərdir düstur. K2 çıxılsın K1 bölünsün 1 plus K1 vurulsun K2 düsturu ilə. İki düz xət kəsişdiyi zaman onlar arasında qalan bucağı bu düsturdan tapırıq. Düsturda K-ları yerinə qoyub hesablayıb tangens tapırıq. Məsəl üçün tam tangens tapmışam kök altında 3. Bu deməkdir ki, tangens alfa kök altında 3-dürsə, bizim alfamız 60 dərəcədir. Yəni iki bucaq 60 dərəcəli, daha doğrusu düz xət 60 dərəcəli bucaq altında kəsişirlər. İkinci qaydamız, əgər K1 ilə K2-nin hasili -1-ə bərabərdirsə, biz deyəcəyik ki, bu düz xətlər perpendikulyardır. K1 ilə K2-nin hasili -1-dirsə, bu düz xətlər perpendikulyardır. Üçüncü halda biz deyəcəyik ki, K1 ilə K2 bir-birinə bərabər və B1 ilə B2 bir-birindən fərqlidirsə, deyəcəyik ki, bu düz xətlər paraleldir. Dördüncü halda isə deyəcəyik ki, K1 ilə K2 bir-birinə bərabər və həm də B1 ilə B2 də bir-birinə bərabərdirsə, o zaman deyəcəyik ki, bu düz xətlər üst-üstə düşür. Baxın uşaqlar, test toplusundan 3 nömrəli sualın həllinə baxaq. Burada bizə deyir ki, düz xətlərdən hansı düz xəttinə paraleldir? Paralelliyin şərtini az öncə öyrəndik ki, paralel olması üçün K1 ilə K2 bir-birinə bərabər, B1 ilə B2 bir-birindən fərqli olmalıdır. O zaman bunun K-sı -3-dürsə, mən K-sı -3 olan bir variant axtarıram. Bu da sadəcə A variantında verilib. B-ləri də bir-birlərindən fərqlidir. Məsələn, belə bir sual var. Koordinat başlanğıcından keçən və bu düz xəttinə paralel olan düz xəttin tənliyi soruşulur. Yenə də paralellikdən söhbət gedirsə, K-mız 5 olmalıdır. K-sı 5 olan bir variant axtarıram. Y variantında var və D variantında var. Amma əlavə olaraq bir şey də deyir bizə. Deyir ki, koordinat başlanğıcından keçən. Uşaqlar, yadınızda saxlayın. Koordinat başlanğıcından keçən bir düz xət soruşulursa, o düz xəttin B-si 0-dır. Baxın, B bərabərdir 0. B-si olmayanda bizə D variantında var. Mövzu izahı ilə davam edirik. Növbəti öyrənəcəyimiz hissə, deməli, bir nöqtədən keçən düz xəttin tənliyi və yaxud iki nöqtədən keçən düz xəttin tənliyi. Məsələn, bizə hər hansısa bir dənə nöqtə verilib.
A nöqtəsi. Koordinatı x-dır, daha doğrusu belə yazaq da, x 0-dır, y 0-dır. Deyir ki, A nöqtəsindən keçən və bucaq əmsalı K olan düz xəttin tənliyini yazın. Baxın, o düz xəttin tənliyi belə yazılacaq. Y çıxılsın y 0 bölünsün x çıxılsın x 0 bərabərdir K. Bu K-nı yazdıqdan sonra biz yazacağıq ki, y bərabərdir K vurulsun x çıxılsın x 0 üstünə gəlinsin y0 şəklində. Yəni, nümunə olaraq bir nümunə göstərim. Tutalım, belə bir ifadə verilib bizə, nöqtə verilib daha doğrusu. A, 3, 1 nöqtəsindən keçən və OX oxunun müsbət istiqaməti ilə 45 dərəcəli, alfa bərabərdir 45 dərəcəli bucaq əmələ gətirən düz xəttin tənliyini yazın. Düz xəttin tənliyi deyir, düzdür. Yazıram, o saat y bərabərdir kx üstə gəlinsin b. K nə idi? Bucaq əmsalı. K-nın düsturu tangens alfa idi. Alfamız 45-dir. O zaman tangens 45 dərəcəni yazıram. Tangens 45 dərəcədə alır 1 qiymətini. Daha sonra götürürəm, burada yerinə qoyuram. Y bərabərdir. K-mız oldu 1, x plus b. Amma b çatışmır. Onu da tapmaq üçün 3-1 nöqtəsindən istifadə edəcəm. 3-1 nöqtəsində gətirirəm, qoyuram yerinə. X-in yerinə qoyuram 3. 3 plus b bərabərdir 1. Buradan da b-ni tapmaq istəyirəmsə, b bərabərdir 1 çıxılsın 3. Yəni, mənfi 2. B-ni də tapdım mənfi 2. O zaman düsturum olur y bərabərdir x çıxılsın 2. Yəni, uşaqlar, burada yenə də y bərabərdir kx plus b düsturundan istifadə etdim mən. Kx plus b düsturundan. Bu şəkildə də hesablaya bilərdim. Eynən buradakı kimi hesablaya bilərdim. K-nı 1 tapdıqdan sonra düsturum bu şəkildədir, düzdür. Yazıram, y bərabərdir birbaşa, ikinci halı göstərirəm düstura uyğun. K-mız 1-dir, 1 vurulsun, x çıxılsın x 0. Bax, x 0 3-dür. X çıxılsın 3 plus y 0-mız isə 1-dir. Bərabərdir. Bu x çıx 3 plus 1, bu da bərabərdir x çıxılsın 2. Yəni, yenə eyni formatı aldıq. Oldu belə. Düz xətlə işimiz bitdi. Daha sonra gəlirik mövzunun sonuncu hissəsinə. Çevrənin tənliyi. Çevrənin tənliyi. Çevrənin tənliyini necə müəyyənləşdiririk? Uşaqlar, çevrənin tənliyi mərkəzi A, B nöqtəsində və radiusu R olan çevrənin tənliyinin düsturu belədir. X çıxılsın A-nın kvadratı üstə gəlinsin y çıxılsın B-nin kvadratı bərabərdir R-in kvadratı. Çox tez-tez istifadə olunan düstur, tez-tez istifadə olunan sual növü. Əgər çevrənin mərkəz koordinat başlanğıcında yerləşərsə, o zaman çevrəmizin tənliyi olacaq. Elə bilin ki, koordinat başlanğıcı AB, AB-nin yerinə 0, 0 qoyuram. O zaman x çıx 0 yazanda x-in kvadratı plus y-in kvadratı bərabərdir r-in kvadratı şəklində olacaq. Bu da olur mərkəzi koordinat başlanğıcında yerləşən çevrənin tənliyi. Nümunə göstərim. Məsələn, bizə deyir ki, A, 4, 6 nöqtəsindən keçən və mərkəzi O, 1, 2 nöqtəsində olan çevrənin tənliyini yazın. Nə deməkdir? Mərkəz verilib. Mərkəz verilib və mənə deyir 4, 6 nöqtəsindən keçən çevrənin tənliyini yazın. O zaman nə edirəm? Düsturum nə idi? X çıxılsın A-nın kvadratı üstə gəlinsin y çıxılsın B-nin kvadratı bərabərdir R-in kvadratı. Mərkəzimiz məlumdur axı. 1, 2 yazıram. X çıxılsın 1-in kvadratı plus y çıxılsın 2-nin kvadratı bərabərdir r-in kvadratı. Bəs mən nətər r-i tapıram? O zaman devrəyə girir bu 4, 6 nöqtəsi. 4, 6 nöqtəsini qoyuram yerinə.
4 çıx 1-in kvadratı üstə gəlinsin 6 çıx 2-nin kvadratı bərabərdir r-in kvadratı. 3-ün kvadratı plus 4-ün kvadratı bərabərdir r-in kvadratı. 9, 16, 25. Buradan r-i tapıram 5. Aha, r-i tapdım. Məndən nə istəyirdi? Çevrənin tənliyini istəyirdi. Çevrənin tənliyi uşaqlar bu formadadır və burada x ilə y olduğu kimi qalmalıdır. Mənim yerinə yazmalı olduğum a-dır, b-dir və r-dir. a, b zaten verilib, r-i də ki tapdım. Yazıram x çıxılsın 1-in kvadratı plus y çıxılsın 2-nin kvadratı bərabərdir 5-in kvadratı. 5-in kvadratının yerinə də promoy 25 yazdıq. Baxın, son çevrənin tənliyi oldu bu şəkildə. Oy, fiqurumuz necə oldu? Oldu bu şəkildə. Çevrəmizin tənliyi. Başqa bir nümunə göstərim. Çevrənin tənliyinə aid tez-tez istifadə olunan sual tipidir. Deməli, belə bir sual verir. A, 5, 4 nöqtəsindən x kvadrat çıx 2x üstə gəl y kvadrat çıx 2y çıx 7 bərabərdir 0 çevrəsinə qədər məsafəni tapın. Uşaqlar, çevrənin tənliyi bu formada verildiyi zaman nə edirik? Bu çevrəni normal biz mötərizəli olan düstur formatına necə gətiririk? Bir qayda göstərəcəm sizə. X kvadrat çıx 2x olan hissəni birlikdə götürürəm. Bu hissəni. X-in əmsalı nədir? Mənfi 2. Mənfi 2-nin yarısının kvadratı. Mənfi 2-nin yarısı mənfi 1. Kvadratı 1. Əlavə edirəm 1-i. Plus y kvadratı çıx 2y-i götürürəm. Y-in əmsalı mənfi 2. Yarısının kvadratı. O da 1. Əlavə edirəm. Nə əlavə eləmişəm? 1, 1, 2 əlavə eləmişəm. O 2-ni mütləq nəyi əlavə eləmişəmsə özümdən çıxıram və əlavə çıx 7-ni də yazdım. Bərabərdir 0. Bu bir düstur, x çıx 1-in kvadratı, bu digər düstur, plus y çıx 1-in kvadratı, mənfi 2, mənfi 7, mənfi 9, sağa keçdi, müsbət 9. Artıq mən buradan hər şeyi görürəm. Görürəm ki, çevrəmizin mərkəzi 1-1 nöqtəsindədir, radiusumuz isə 3-dür. Nə deyirdi mənə? Xatırlayaq. A5-4 nöqtəsindən bu çevrəyə qədər məsafəni tapın. Nöqtədən çevrəyə qədər məsafə. Uşaqlar, bu bizim çevrəmiz, bu da bizim onun kənarında olan bir nöqtəmiz. Çevrənin nöqtədən çevrəyə qədər olan məsafəni tapmaq üçün nöqtənin koordinatlarını bilirəm. 5, 4. Mərkəzimizin koordinatlarını da bilirəm. 1, 1. O zaman mən 5, 4 ilə 1, 1-in arasındakı məsafəni tapıb, bu radiusum nə qədərdirsə onu oradan çıxsam, o zaman mənə lazım olan məsafə, baxın bu məsafədir. Bu məsafəni tapmış olaram. Ona görə də əvvəlcə 5-4 ilə 1-1 arasındakı məsafəni tapıram. O məsafədə 2 nöqtə arasındakı məsafə düsturu ilə. 5-dən çıxıram 1-i kvadratı plus 4-dən çıxıram 1-i kvadratı bərabərdir 16 plus 9, 25. Bu da eləyir 5. 5 oldu mənim bütöv məsafəm. Radiusum isə 3 idi. Axı burada düsturda r-in kvadratı olmalıdır. Radiusum 3-dür. Bütöv məsafə 5, radiusum 3. 5-dən də çıxıram həmin o 3-ü, qalır 2. Yəni doğru cavabım oldu 2. 2 nöqtə arasındakı məsafə düsturunu yazdım. Belə uşaqlar, bu da mövzunun sonuncu hissəsi.